Uşaqlar baxırıq, deməli 32-ci suala. Bizə verilən bərabərsizlik ödəyən deyir, n tam ədədlərin sayını tapın. Neçə dənə ödəyən ədəd varsa onu bizdən soruşur. İlk öncə bütün ifadələrdə hər birin 24-ə vursaq, baxın məxrəcə. Birinci ifadəni 24-ə vursaq, 24 vurulsun 12-də 1. Burada nə qalır? 2. Bu ifadədə 24 ixtisar gedir. Burada qalır 8. Deməli biz buradan nə alırıq? 2 kiçikdir 2n plus 1, o da kiçikdir 8. İndi hər tərəfdən 1 çıxsaq, qalacaq 1 kiçikdir 2n, o da kiçikdir 7. Və 2n olduğu üçün hər tərəfi 2-yə bölsək, nə baş verəcək? 2-də 1 kiçikdir n, o da kiçikdir 7 böl 2. Yəni aldığımız qiymət nə olacaq? 0.5-dən böyüklər, 3.5-dən kiçiklər. Burada n-i ödəyən tam ədədlərin sayı hansı olacaq? 1, 2 və 3. 3 dənə tam ədəd. A variantı.